bir hədis var, hansı ki məşhur hədisdir. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə hər iki bayram namazı çıxmağı əmr elədi. Və burada uşaqlar, qadınlar, hətta heyzli qadınlar belə. İndi burada bir məsələni zikr eləmək istəyirəm inşallah. Ümumiyyətlə heyzli qadınların yəni bayram namazına getməsi inşallah o zikr olunacaq ki, yəni birazdan. Ümumiyyətlə qadınlar üçün bayram namazına çıxmaq vacib deyil qardaşlar. Və əfzəl olandır. Qadın üçün əfzəl olan öz evində namaz qılmasıdır. Lakin elm əhli gətirir ki, bayram namazında isə əfzəl olan bayram namazı cəmaatla iştirak etməsidir. Yaxşı, heyzli qadınlar necə iştirak edir? Elm əhli buyurur ki, sadəcə musalləyə daxil olmamaq şərti ilə iştirak edə bilər. Yəni, musallə dedikdə orada qəsdədir, yaxşı. Məscid olduqda girmir. Yəni, bayram namazı məscidə qılınarsa. Yaxşı, bayram namazı çöllük yerdə qılınarsa, musallədə qılınarsa və bu zaman sadəcə musallə dedikdə orada nə qəsd olunur? Daxil ola bilər, lakin o alimlər gətirir ki, qəsd nədir? Qəsd o namaz qılınan o saflara daxil olmur, kənarda qalır. Kənarda deməli, iştirak edə bilər.